Şimdi de bura sak koyublar. Bunu oxuyur Xarinatçı mənbədən. İndi özlərinə uyğunlaşdırmaq üçün yazır. Yazır ki, bizim ilk hökümdarımız burada Erməniyədə Sak oğlu Barur idi. Yani Sak soyundan idi, adı da Barur idi. Hatta qeyd edilir ki, Voç hayı, yani Erməni hay değildi. Sak oğluydu. Sak soyluydu. Yani Türk'üydü. Ama bizim tarihçiler ne neyir? Bizim tarihçiler yazır ki, deməli, Erməniyədə ilk hökümdar Parur'du. Bunu harda yazırlar? Bu Alban tarixini bizimkiler Azərbaycan Türkçəsinə çevirəndə yazırlar. Deyir, Erməni şahı Parur orada hökümdar oldu. Qardaş, bunu yazan yazır ki, bu Erməni deyil, hay deyil. Ama bizim tarihçiler yazır. O Erməncə ki yazıbdı, Skay Yordi Parur, o Skay Yordi sözünü konteksten bizimkiler çıkardı. Ermeniler hala bugün de çıkartmayıblar. Belə alınır ki, Ermənilərin tarixi o vaxtdan başlayır. Bunlar onun nəticəsidir ki, əvvəla Erməni tarixi ilə ilgili bir şey yazırsansa, ən azından Erməni dilini bilməlisən ki, orijinal oxuya biləsən. Təəssüf ki, bizim Alban tarixini yazanlar o dili bilmirlər. Rus tərcümə olunmuş əsərlərdən oxuyurlar. Bayaq dedim ki, o əsərlərin də çoxu hələ 11-12-ci əsrdə redaktə oluna gəlir. Heç olmasa o qədim variantların orijinalına baxmaq lazımdır. Bu mənada Erməni tarixi bir də özətləyirəm. Xristianlıqla başlayır. Xristianlıqdan əvvəlki tarix Ermənilərin formalaşma tarixidir. Bunlar Zərdüştü idilər. Və bunlar gələndən sonra burada Zərdüştülüyü qəbul eləmişdilər. Çünki əvvəlcə Parfiya tabi idi, sonra Sasanlara tabi idi. Onlardan götürmüşdülər. Xristianlığı qəbul eləyəndən sonra da ağıllı tərpəndilər. Yəni, nə Nestorian, nə monofizit, nə diofizit cəryanlardan kənar bir Qregorian cəryanını deyək ki, dəstəkləyib öz kilsə deyək ki, mexanizmini yarada bildilər və ermənilərin bizi, bayaq mən söhbətimizə başlayanda dedim ki, bizi ayaqda saxlayan dilimizdirsə, ana dilimizdirsə, bu 1500 ildə erməniləri ayaqda saxlayanda onların kilsəsidir. Yəni, təəssüf ki, onlar dindən milli məsələlərdə belə istifadə edirlər və təəssüf ki, biz İslamdan milli məsələlərdə tamam yanlış yollarla istifadə eləmişik. Hətta millətimizi bölmüşük sünnilərə, nə bilim, şiələrə, nə.